Bugün sizler için 9 Mart buraxılış imtahanının suallarının izahını vereceğim. Bəzilərinin cavabını yazacağım, bəzilərinin həllini vereceğim. 57 nömrəli tapşırıqda cavab B variantı, 58 nömrəli tapşırıqda D mənfi 16, 59'da D variantı, 60'da həllinə baxaq bunun 90'da 4 üst xətt K çıx, 4 üzərinə gəlinsin K4 çıx K. Bu bərabərdir. Bunun açılışını aç 90'da. Burada deməli 40 üstəgəl K-dır. Oradan da K'lar getdi. 40 üstəgəl K çıx 4 üzərinə gəlinsin 10K plus 4 çıx K. K'lar buradan istilah getdi. 4'lər getdi qaldı. 40 üzərinə gəlinsin 10K bölünsün 90. Düzgün kəsir olması üçün bilirik ki sürət məxrəcdən 10K kiçikdir 50'dən, K da kiçikdir 5'dən. 5'dən kiçik cavab oldu 4 D variantı. Düz xəttdən bilirik ki 4 cm məsafədə olanda 4 buradır 5, 5 bura oldu 3. Pifagor teoreminə əsasən cavab oldu 6. Sonra 62 nömrəli tapşırıqda burada cavab 20'dir. A-nı 5K götürürəm, B-ni 5M götürürəm. K və M qarşılıqlı sadə ədədlərdir. Yerinə yazanda K vur M bərabərdir 3 olur. O da 1, 3 və yaxud 3, 1. Yerinə yazsaq eləyir 20. 63 nömrəli tapşırıqda 4x kvadratı çıx 1 çıx 4x kvadratı üstəgəl 12x. Bu çıx üstəgəl 1 düşüb, yəqin ki elədir. Buradan da bunlar getdi. X-i tapıram 4, variant x-i tapıram 3, 3. 12x bərabər 36, variant oldu B variantı. 64 nömrəli tapşırıqda əsaslar eynisə qüvvətlər toplanır. 4 o da elədi 3. Variant 3'dür. 4'ü 4, 3. Variant yəqin ki G variantıdır, düşməyib burada. Dairənin radiusunu 5 dəfə artırsaq sahəsi necə dəyişər? Pi r kvadratıdır, 25 dəfə artar. 66'da AS'ni 7 verib, SB'ni 14 verib, elədi 21. A variantı. 67'də 10 çıxılsın 4 üzərinə gəlinsin 6. 12 eləyir. Deməli 10 çıxılsın 4 üzərinə gəlinsin 6. O da eləyir 12. Burada yoxdur yəqin ki burada 12. C variantında 12'dir. Əbob burada 6 eləyir. 69-cu suala baxsaq. Ordinat bilirik ki x, y-i göstərir. Buradan x-i tapsaq 5x çıx 17 bərabərdir 3'ə. X bərabərdir 4'ə. Variant olur. Yəqin Y variantında yoxdur. Cavabı 7. Kubun neçə tili var? Kubun 12 tili var. Yalnız Həsən və Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Həsən, Əli, bir də Vüqar. Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Əlinin qazanma ehtimalının 2 mislidir. Həsənin Əlini deməli mən 7x götürürəm. Həsəni 14x götürürəm. Vəlinin qazanma ehtimalını 2x götürürəm. Çünki bizə deyir yalnız Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalından 7 misli, Əlinin qazanma ehtimalından 2 mislidir. Bunları da toplayanda 1 eləyir. 23x bərabərdir 1'ə. X 23'də 1'dir. Onu da 7'yə vuranda elədi 23'də 7. 72 nömrəli tapşırıqda bunu 4 vurulsun, 2 üstü 2 vurulsun, 3 üstü n yazıram. Bölünsün 3 üstü n bölü 3. Vur 2 üstü 2 vur 2. Bunlar getdi, bunlar getdi, qaldı 6. A və B çoxluqlarına əsasən 4'ü vururam 2x plus 8'ə bərabər eləyirəm bunların deməli 9x plus 14'ə. Buradan da x'i tapıram 32, 18. MB fərqanı soruşur. B fərqamız elədi 77. Bu sualda belə idi. Şəkil burada tam düşməyib. Bucaq B, bucaq D bərabər. Burada A'dır. Bura bərabərdir. Bura 6'dır. Burada 6'dır. Bunlar da bərabərdir. Bu bucaqda bu bucağa bərabərdir. Deməli, CD-ni soruşur bizdən. CD-yə 1x deyirəm. 6'nın x-ə nisbəti bərabərdir. Bizdən A10'u vermişdi 5. 5'in 6'ya nisbəti. Buradan x-i 7 onda 2 tapıram. Şəkil burada yaxşı düşməyib. 75 nömrəli tapşırıqda AM-i verib 12.
Bura 6-dırsa, bura 30 dərəcədir. Burada oldu 60 dərəcə. Bizdən soruşur ADM bucağını soruşur. Bura oldu 30 dərəcə. ADM bucağı oldu 30 dərəcə. Bir dəqiqə bağışlayın. ADM bucağı oldu bura 30 dərəcədir. Bura 60'dır. Bura 30'dur. ADM bucağı oldu 60 dərəcə. Cavab oldu 60 dərəcə. 76 nömrəli tapşırıqda 40%-ni birinci, ikinci gün 5%-ni, üçüncü gün isə qalanın 110 səhvəsini. Qalan 55%-i 110 olan ədədi tapıram. Oradan da eksi 200 tapıram. 55%-i 110'dursa x'imiz de olur 200. 77 nömrəli tapşırığa baxsaq, bunlar mənfidir. İşarəni əksinə dəyişir. 5/5 x də bərabərdir 6. Ən kiçik tam 56. Düz xətli yol boyunca 85 ağac əkilmişdir. Burada da C var. A-dan C-yə qədər olan 3K, 4K. 85 ağacın 84 aralığı var. 7K bərabərdir 84'e. K bərabərdir 12'ye. A-dan C-yə 3'ü vururam 12'ye, üstünə 1 gəlirəm. Niyə 1? A hesablanmır, elə də 37. Gəlin baxaq 79 nömrəli tapşırığa. İti bucağının tənböləni trapesiyanın, gəlin buranı silək. İti bucağının tənböləni trapesiyanı. İti bucağının tənböləni alfa burada oldu alfa. Trapesiyanı iki oxşar üçbucağa ayırır. Oturacaqları 7, 28'dir. Burada 7 olur, bərabər yanlış bucaqdır. İki oxşar üçbucağa ayırır, o deməkdir ki, deməli, bununla buranı mən bərabər ola bilməz. Yəni, buranı mən alfa götürsəm, belə deyək, buranı mən alfa götürsəm, bura olar 28. Bizdən də nəyi soruşur? Oxşardırsa oxşar üçbucağın bucaqları bərabərdir. Bizdən soruşur ki, trapesiyanın perimetrini hesablayın. 7, 7, 28, 28. P bərabərdir 56 üstünə 14 gələndə neçə eləyir? 70. Bəs buranı alfa götürsəydim, onda bura olardı. Deməli, buranı alfa götürüb, buranı mən x götürsəydim, burada olacaqdı x. Onda bu alınmır. Belə olanda üçbucaq bərabərsizliyi pozulur. Sahəsi S2 bərabərdir. Düsturla verilən metal lövhənin sahəsi sizə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin M ilə, deməli, M-i vuracam mən x minus 2'yə. Üzərinə bərabər eləyəcəm. Bundan bunu çıxanda bunlar getdi. Bundan x kvadratı. O deməli 8x-dən çıx 4x. 16'dan 12 çıxanda çıx 4. Üstəgəl 4. Bu da m vurulsun. X minus 2 bərabərdir. X minus 2'nin kvadratı. Bundan bu getdi. M bərabərdir. X minus 2. Deyir ki, m-i n-ni x ilə ifadə edin. X-in ən kiçik tam qiymətində məsələnin həlli var. X-in hansı ən kiçik tam qiymətində? X-in minus 2 böyükdür 0 olmalıdır. X böyükdür 2'dən. X-in 3 qiymətində. 81 nömrəli tapşırığa baxaq. Burada tam deməli kvadrata gətirməkdir. X plus 2'də 1'in kvadratı çıx 4'də 1. Üzərinə gəlinsin. Y minus 2'də 5'in kvadratı çıx 4'də 29. Bərabərdir 29 onda 5'ə. Daxilinə çəkilmiş, çevrəsi ilə verilmiş. Buradan da biz 4'də 1 ilə 4'də 9, 7 onda 5 eləyir. 4'də 1, bu da 4'də 25 başlayayım. 4'də 25'dir bu. 6 onda 5 eləyir. O tərəfə keçəndə r kvadratı bərabərdir 36, r bərabərdir 6. Verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Çevrənin daxilinə çəkilmiş kvadratın sahəsi. Bu bizim diagonalımız oldu 12. Sahəsi oldu 12'nin kvadratı bölü 2. 72. Oldu əziz şagirdlər, hər birinizə uğurlar arzulayıram.